Razində, Bakıxanov qəsəbəsində hamının 14 bloklu kimi tanıdığı binada, mərkəzi yolun üstündə, icra hakimiyyətinin arxasında 2 otaqlı mənzilimiz satışa çıxır. Mənzil, elə deyim də dostlar, yaxşı vəziyyətdədir. Alıb köçüb yaşamaq olar. Təmiri çox səliqəli vəziyyətdədir. Mətbəx mebelində qalacaq. İstəyirəm mənzilin daxili ilə sizə tanış edeyim. Yerləşmə yerinə də söz ola bilməz. Neftçilər metro stansiyasına gedən yol, icra hakimiyyətinin arxası, 96 nömrəli, 94 nömrəli məktəblər hamısı evin tam yaxınlığında yerləşir. Bura mənzilin eyvan hissəsidir dostlar. İndi mənzilin daxili ilə, otaqları ilə sizi tanış edəcəm. Seulement te garder. Il y a cette distance dans tes yeux que je ne peux jamais traverser. Chaque pas me rapproche un peu, mais je sens tout se briser. Je l'entends dans ton silence, quand ta voix veut s'arrêter, comme une promesse en absence, que le temps vient t'effacer. Reste avec moi encore un peu, laisse la nuit tout effacer. Chaque seconde me rend nerveux quand je te sens t'éloigner. Il y a ton cœur que je veux garder, un rythme que je veux sauver, et je ne veux pas te perdre, je veux seulement te garder. Mənzilimiz çox səliqəli vəziyyətdədir, yəni alıb köçüb yaşamaq mümkündür. Bu mənzil dəyərli izləyicilərimiz 600 manata kirayədə olub, satıldığına görə ev boşaldılıb. Sənədləri tam qaydasındadır, qazı, işığı, suyu daimidir, kommunalları, istilik sistemi, dövlətin verdiyi istilik sistemidir. Eyvan hissəsini göstərmişəm, qarşısında 9 metrəlik eyvan hissəsi var, birbaşa mərkəzi yola baxır, Neftçilər metro stansiyasına gedən yola baxır. Dostlar, mənzil indiki bazar üçün həqiqətən münasib qiymətdir. Yəni 165-ləri, 170-ləri, 2 otaqlarda qiymətləri nəzərə alanda bu mənzilin qiyməti həqiqətən münasibdir. Ev sahibi, yəni mənzilin sahibi qiymət olaraq bu mənzili 158.000 manatla satışa çıxardıb. 9 mərtəbəli binanın 3-cü mərtəbəsi, gözəl mərtəbə, Leningrad layihəli mənzildir. Dediyim kimi yerləşmə yerdə çox super. Yəni alıb kirayədə verə bilərsiniz. Dediyim kimi 600 manata kirayədə olur. Alıb yaşamaq da olar. Yüngül kim istəsə, yəni aboy falan kosmetik işlər görə bilər. Elə güclü burada təmirə ehtiyac yoxdur. Evdə bütün əşyalar çıxacaq, videoda gördüyünüz bütün əşyalar çıxır. Sadəcə mətbəx mebelidir, əlbəttə ki o saxlanılacaq. Qazı da, aspiratordur, yəni bunlar qalır. Mənzilin sənədlərində də heç bir problem yoxdur. Kupçasıdır, texpasportudur, bütün sənədləri qaydasındadır. Mənzil ipotekaya da yarayır, əziz dostlar. Kim istəsə ipoteka yolu ilə də mənzil ala bilər. Qiymət 158.000 manat. Allah xeyir versin dostlar. Zənginizi gözləyəcəm. Sağ olun, var olun.
Reste avec moi encore un peu.